Deməli, birinci izah edəcəyim qayda intervallar üsulu adlanır. İntervallar üsulu nədir? İnterval aralıq deməkdir. Yəni, aralıqlar üsulu. Yəni, biz bərabərsliyi aralıqların köməyi ilə həll edəcəyik. Məsələn, bir neçə nümunə ilə, yəni burada olsa qayda yoxdur. Burada nümunələr üzərindən biz bunu göstərib başa salırıq ki, nə etməliyik? İntervallar üsulu nədir, necə tətbiq olunur? Məsələn, x minus 7 vurulsun x plus 2 böyükdür 0 bərabərsizliyini həll etmək. Bizim burada məqsədimiz nədir? Biz axtarırıq ki, x-in hansı qiymətlərində bu ifadənin qiyməti müsbət olur. Yəni, sıfırdan böyük nə deməkdir? Müsbət. Yəni, mən x-in yerinə hansı ədədləri yazdıqda bu hasilin qiyməti sıfırdan böyük olar. Bizim axtardığımız budur. İntervallar üsulu ilə bunlar necə həll olur? Bunun üçün hər bir vurğu sıfıra çevirən qiymətlər tapılır. Baxın, sıfıra bərabər edik. Nə böyükdür yazmırıq, nə kiçikdir yazmırıq. Hər iki vurğu sıfıra bərabər elədik. Tapdıq ki, mənfi 2 və 7. Ərəd oxunu çəkirik. Mənfi 2-ni və 7-ni qeyd edirik. Burada bərabərlik olmadığına görə, yəni böyükdür işarəsi olduğuna görə, nöqtələrin içini boş qoyuruq. Bu 2 dənə ədəd oxunu 3 aralığa, yəni 3 dənə intervala ayırdı. Hansı intervallara ayırdı? Mənfi sonsuzluqdan mənfi 2-yə kimi olan interval, mənfi 2 ilə 7-nin arasında olan interval və 7-dən müsbət sonsuzluğa. 3 dənə interval görürük biz orada aralıq. Yəni, bu 2 nöqtə ədəd oxunu 3 hissəyə, 3 intervala ayırdı. İndi hər bir intervaldan bir sınaq nöqtəsi götürərək bu ifadənin işarəsini müəyyən edək. Məsələn, mənfi sonsuzluq mənfi 2 aralığından bir dənə ədəd götürürəm. Məsələn, mənfi 4. Ürəyiniz istəyənləri götürə bilərsiniz. Fərqi yoxdur. Gətirirəm onu qoyuram bu ifadədə yerinə. Mənfi 4 çıx mənfi 7, mənfi 4 üstə gəl 2. Neçədir bu ifadənin qiyməti? Mənfi 22, müsbət 22. Mənfi 11 vur, mənfi 2, müsbət 22. Mənə bunun qiyməti yox, işarəsi lazımdır. Bu müsbət oldu. Gətirib bu aralığa qoyuram müsbət işarəsi. Yəni, mən bildim ki, ürəyiniz istəyir, baxın, başqa ədəd qoyun. Məsələn, mənfi 10 qoyaq. Mənfi 10 çıx 7 neçə eləyir? Mənfi 17. Mənfi 10 üstə gəl 2. Mənfini mənfiyə vuranda müsbət. Fərqi yoxdur. O aralıqdan ürəyiniz istəyən bir ədədi götürsəz, bu ifadənin qiyməti müsbət çıxacaq. Neçə çıxması deyil önəmli olan. Müsbət yoxsa mənfi çıxmazdır. Bu bir aralıqdan bir sınaq nöqtəsi götürək. Mənfi 2 ilə 7-nin arasından. 6. 6 çıx 7, 6 üstə gəl 2. 6 çıx 7, mənfi 1. 6 üstə gəl 2, 8. Buranda nə nədir? Mənfi. Mənə lazım olan onun mənfi olmasıdır. Bu biri, 7-dən müsbət sonsuzluğa bir ədəd götürək. 9, 8, 10, 20, nə ürəyiniz istəyir? 9 çıx 7, vurulsun, 9 üstə gəl 2. 9-dan 7 çıxanda 2, 9 üstə 2 gələndə 11, 2-ni 11-ə vuranda 22. Nə alındı? Müsbət. Yəni, mən müəyyən elədim ki, bu aralıqların, yəni bu 3 dənə aralığın, hansında bu ifadənin qiyməti müsbətdir, hansında mənfidir. Mənə böyüdür 0 deyil. Böyüdür 0. Niyə vermirəm? Hardan başa düşmədim? Harada veririk? Nə bildin? Mən bilmədim sən nə bildin. Sən nə sual verdin mənə? Niyə olmasın ki? Yəni, mənfi sonsuzluqdan, mənfi 2 aralığında da mənfi ədədlər hamısı, mənfi 2 ilə 7-nin arasında hətta mənfi 1 də qoya bilərik. Deməli, biz gördük ki, ədəd oxunda ədədlər, bəli. Yəni, tapdığımız bu ifadəni sıfıra bərabər edib, tapdığımız ədədləri qeyd elədik. Aydınmı? Sonra sınaq nöqtələri verdik həmin aralıqlardan, bərabərsizlik işarəsini müəyyən elədik. İndi, bizə deyirdi ki, x-in hansı qiymətləri bu ifadəni sıfırdan böyük edər, sıfırdan böyük müsbət edər deməkdir. Hansı aralıqlarda müsbət olduğunu gördük? Mənfi sonsuzluqdan mənfi 2-yə və 7-dən müsbət sonsuz. Bax, bizim sualın cavabı budur.
Nə başa düşmədin Şahin? İndi mən bunu aydın olsun deyənə belə yazdım da tam olaraq. İndi sən bunu biraz qısalda bilərsən. X plus 4, X plus 1 kiçikdir 0. Qısalda bilərsən, yəni misalın ora-burasını kəs demirəm. Ha, misal normal yaz. Bu hissəni yazmalısan. Aldın 2 dənə ədəd. Ədəd oxu çəkirsən. Bu ədədləri qeyd edirsən. Bu 2 dənə ədəd oxunu 3 hissəyə böldü. Mənfi sonsuzluqdan mənfi 4-ə kimi olan ədədlər, mənfi 4-dən mənfi 1-ə kimi olan ədədlər və mənfi 1-dən müsbət sonsuza kimi olan ədədlər. Bu aralıqlardan bir sınaq nöqtəsi. Mənfi sonsuzdan mənfi 4-ə kimi bir ədəd. Mənfi 5. Mənfi 5 üstə 4 gəldin. İşarə yazıram. Ədədin qiyməti yox, işarəsi lazım mənə. Mənfi 5 üstə 1 gələndə mənfi. 2 dənə mənfini bir-birinə vuranda nə edəcək? Müsbət. Deməli, bu aralığa düşdü müsbət. Mənfi 4-dən mənfi 1-in arasından bir ədəd. Mənfi 2. Mənfi 2-nin üstə 4 gəldin. Müsbət yəni. Mənfi 2 üstə 1 gəldin. Mənfi. Müsbəti mənfiyə vurdun. Mənfi. Buradan bir ədəd. 8. 8 üstə gəl 4. Müsbət. 8 üstə gəl 1. Müsbət. 2 dənə müsbəti bir-birinə vurdun. Müsbət. İndi bizdən soruşurdu ki, x-in hansı qiymətləri bunu sıfırdan kiçik eləyər? Bəli, bu sualın cavabı mənfi 4-dən mənfi 1-ə qədər olacaq. Aydın olur, nə etməli olduğumuz? Yəni, intervallar üsulu deyilən üsul budur. Başqa misal göstərim. 3 minus x vurulsun x plus 1 kiçik bərabər 0. Hər birini sıfıra bərabər eləyən qiymətləri tapırıq. Baxın, nə böyükdür yazmıram, nə kiçikdir yazmıram. Sıfıra bərabər yazıram. Gelib gəlin və qayıdıb gəlməyin böyük bərabər, kiçik bərabər yazaraq. Hər birini sıfıra bərabər eləyirik. Qayda belədir. İndi, tapdığımız ədədləri içlərini dolduraraq qeyd edirəm. Niyə içlərini doldurdum? Çünki bərabərlik var idi. Böldüm aralıqlara. 3 dənə aralıq var. Siz bunu indi başa salıram deyənə belə uzun gəlir. Buyur. Xeyr. 2 vuruq olduğu üçün 3 dənə aralıqdır. 3 vuruq olanda 4 dənə aralıq olacaq. 4 vuruq olsa 5 dənə aralıq olacaq. Aydınmı? İndi mən azdan çoxa doğru gedirəm də. Burasını başa düşək ki, növbəti addıma keçək. İndi bu aralıqdan bir ədəd. Mənfi 2. Mənfi 2-ni birinizdə yerinə qoysaq 5. Burada yerinə qoysaq mənfi 1. Müsbəti mənfiyə vurdum. Mənfi. Buradan bir ədəd. Mənfi 1 ilə 3 arasından Şahin. 2. 3-dən 2 çıxanda müsbət yəni. 3-ün üstə 1 gələndə, 2-nin üstə 1 gələndə müsbəti müsbətə vuranda müsbət. 3-dən sonra bir ədəd Şahin. 6. 3 çıx 6. Mənfi 3. 6 üstə gəl 1. 7. Mənfini müsbətə vurdun. Mənfi. İndi bizim sualın cavabı nə olacaq? Valla, hansı aralıqları mənfi işarəsi yazmışsan ədəd oxunun üzərində? Mənfi sonsuzluqdan mənfi 1-ə, sadəcə məsələn o ki, nöqtənin içi doldu deyənə qapalı olacaq. Birləşir 3-dən müsbət sonsuz. Birləşir yazılar arasında. Yəni onların birləşməsi ilə arasında birləşir. Çünki onlar aralar aldı, birləşməsi yoxdur. Valla, bəs sən buradan ədəd qoyanda o mənfi müsbət eləyibsə, sən nətər o aralıqda götürürsən ki? O elə də yazılır cavabda. Yəni o iki aralığın birləşməsi yazılır. Tutaq ki, x kvadratı kiçikdir 16. Deməli, bu bərabərlik necə əldə olunur? 16 keçirilir bu tərəfə. Kvadratlar fərqi kimi vurğular ayrılır.
və gəlirik intervallar üsulu ilə həll edirik. Hər bir vurğu sıfıra çevirən qiymətləri tapırıq. X bərabər 4 və mənfi 4. Ərəd oxunda qeyd edirik. Mənfi 4-ü və müsbət 4-ü. Götürürük bir sınaq nöqtəsi. Bu tərəfdən. 4-dən böyük bir ədəd. 5-i götürsək. 5-i bura qoyanda nə alacaq? Müsbət. Buradan bir ədəd. Yenə deyirəm, 3 dənə aralıq almışıq. Qoy yazım. Hələ ki yazım. 3 dənə intervalımız var. Mən indi buradan götürdüm. Bu tərəfdən başlayalım. Fərqi yoxdur, hardan başlamalı. 5-i götürdüm. 5-i qoyanda 5 çıx 4 müsbət, 5 çıx 4 müsbət. 2 dənə müsbəti bir-birinə vuranda elədi müsbət. Mənfi 4 ilə 4-ün arasından götürdüm 0-ı. 0 çıx 4 mənfi, 0 çıx 4 müsbət. Mənfini müsbətə vuranda eləyir mənfi. Buradan bir ədəd. Mənfi 6. Mənfi 6 çıx 4. Mənfi 10. Mənfi 6 üstə gəldi 4. Mənfi 2. Buranda elədi müsbət. İndi misalın cavabı nə olacaq? Yəni mənfi 4-dən 4-ə kimi. Çünki həmin aralıqdan biz qiymət verdikdə o ifadənin qiyməti mənfi oldu. Deyil. Yox, deyil. Nə xeyr? Yox. Bir şey tutmuşsan, amma biraz səhvə yol verdin. Nədə səhvə yol? Sən buna əsaslandın ki, birində çıxma, birində toplama olanda kənarlar müsbət. Bəs burada? Bir şey tutmuşsan, amma yaxşı nəticələnməyib. Burada və dedin, ikisində də toplama olanda kənarlar mənfi olur. Yoxsa nə deyəcək? İkisində də toplama olanda. Birində toplama, birində çıxma. Amma kənarlar müsbət. Var. Bir şey var. Amma nədir var olan? Deməli, bunu hamısını yoxlamağa ehtiyac yoxdur. Burada bir görürsünüz ki, ya plus minus plus gedir, ya minus plus minus gedir də. Bir tərəfdən birini tapsaz şahid, uzanmayacaq. Birini taparsan, sonra qalanlarına düzüb gedərsən ardıcıl. Yəni, biraz başım işlədərsən, nəticə çıxardarsan, məsələn, 3 minus x, x minus 7, kiçikdir 0. Hər birini 0-a bərabər eləyən qiyməti tapırıq. Hər birini tapdıq. Bunları ədəd oxu üzərində qeyd elədik. Məsələn, bir tərəfdən ya sağda, ya soldan birini tapaq. Mən 8-i qoyub bu tərəfdən başlayıram. 8-i qoyanda neynədir bu? Mənfi, müsbət. Demək, 8-i mən axırıncı aralıqdan götürmüşdüm də, düzdürmü? Oranın işarəsi nə oldu? Mənfi. Sonra gələcək müsbət, sonra gələcək mənfi. Yoxlaya bilərsiniz. İndi bizdən nə istəyir? Kiçik 0 olmasını. Hansı araqları götürəcəm cavaba? 7-dən müsbət sonsuzluğa. Yəni, üçünü də ardıcıl tapmağa ehtiyac yoxdur. Bəs yaxşı, həmişə belə olur, xeyr. İşarə dəyişəcək. Yəni, bu qanuna uyğunluğun pozulduğu hallar var. Bu, pozulmayan hallar idi. Hamısı birinci sadədən başlamışdı. Məsələn, tutaq ki, belə bir misal izah edirəm. X minus 3-ün kvadratı x plus 1 kiçikdir 0. Qayda yenə eynidir. Hər bir vurğu 0-a bərabər edirəm. Orada x minus 3-ün kvadratı 0 olsa x minus 3 də 0-dır. Buna görə üstə kvadrat yazmadım. Hər bir vurğu 0-a bərabər elədim. Bu iki dənə ədəd oxunu 3 intervala böldü yenə də. Yazıram intervalları da mənfi sonsuzluqdan mənfi 1-ə, mənfi 1-dən 3-ə və 3-dən müsbət sonsuzluq. Araşdıraq. Mənfi 1-dən kiçik bir ədəd. Mənfi 2 qoyduq. Birincinin qiyməti nə eləyəcək? Müsbət. İkincinin qiyməti mənfi. Vuranda eləyəcək mənfi. Bu ikisinin arasından bir ədəd 0 qoysam. Birincinin qiyməti
müsbət kvadratı varsa, onsuz da içine ne koyursan koy, nəticəsi müsbət olacaq. İkincinin qiyməti müsbət. 4'ü götürək. Birinci yenə müsbət, ikinci də müsbət. Nətər mənfi? 4 üstə bir yana mənfi edir. İndi baxın. Pozuldu ardıcıllıq. Nətər? Üstündə cüt dərəcədən qüvvət yoxdursa, bəli, işarə ardıcıllığı pozulmur. Amma hansısa vurğun üstə kvadrat varsa, düzgün qulaq asın. Hansısa vurğun üstə kvadrat varsa, həmin vurğun sağında kvadrat olan buydu da 3 idi. Sağında və solunda işarə eyni olur. Baxın, deyirəm, işarə eyni olur. Demirəm, amma müsbət olur. İşarə eyni olur deyirəm. Sağda müsbət oldu, solda müsbət oldu. İndi bizdən nə aralıq istəmişdi? Bunun mənfi olmasını. Hansı aralıq yazmalıyam? Mənfi sonsuzluqdan mənfi 1'ə. İndi bir dənə nümunə yazacağım. Yenə. Təbii ki, elədiyim fərqli bir şey deyil. Hamısı eyni cür suallardır. 1 və 4'ü aldım. 1, 4. Qeyd elədim. 3 dənə aralığımız var. Mənfi sonsuzluqdan 1'ə qədər, 1'dən 4'ə qədər və 4'dən müsbət sonsuza. Sınaq nöqtəsi götürək. 1'dən kiçik bir ədəd. Yəni mənfi sonsuzdan 1'ə qədər. 0'ı qoysam. 0 çıx 1. Bu üstə kvadrat varsa içinə nə qoysaq kvadratı müsbət edəcək. 0 çıx 4 eləyəcək? Mənfi. Hasil elədi mənfi. Buradan 2'ni götürək. 2 çıx 1'in kvadratı müsbət, 2 çıx 4 mənfi. Buradan götürək 5. 5 çıx 1'in kvadratı müsbət, 5 çıx 4 müsbət. Müsbət. Deməli, burada da mənfi müsbət oldu. Fikir verin. Nəyin sağı solu eyni oldu? Üstündə kvadrat olanın sağı solu eyni oldu. İki tərəfdə eyni, mənfi oldu. Və yaxud burada iki tərəfdə müsbət olmuşdu. Yəni, hansı vurğun üstündə kvadrat varsa, onun sağında və solunda işarə eyni olur. Aydın olur, nə demək istədiyim? Yəni, bununla işimizi qısalda bilirik. Olar. Olar. Deməli, bizim buradakı cavabımız da olacaq. Bəli, mənfi sonsuzluqdan 1'ə birləşir 1'dən 4'ə. İndi, bax, bunu yazdım. Düzdür mü? Bunun cavabı nə oldu? Mənfi sonsuzluqdan 1'ə 1'dən 4'ə. Yaxşı. Tutaq ki, mən burada x minus 1'in kvadratı vurulsun, x minus 4 böyükdür 0 yazmış olsaydım. Bunun cavabı nə olardı? Eyni misalı yazmışam. Sadəcə işarə, bərabərsizlik işarəsini dəyişdim. Bunun cavabı nə olardı? 4'dən müsbət sonsuza. Bəs yaxşı. X minus 1'in kvadratı vurulsun, x minus 4 böyükdür bərabərdir 0 yazsaydım. Nöqtələrin için qaralayım sizin üçün. Nə olacaq cavab? 4'dən belə. Müsbət sonuç. Səhvdir. Deyirəm niyəsini. 1 də. Niyə? Burada biz nə axtarıq? Bunu sıfıra çevirən və müsbət edən. Biri yerinə qoyanda sıfır eləyir bu ifadənin qiyməti. Deməli 1 birləşir 4'dən müsbət sonsuza. Çünki 1 bunu sıfıra çevirən ədəddir. Düzdür mü Talib? Ay mütalib, aydın olur, nə deyirəm? Kim nəyə başa düşmürsə desin ki, ay müəllim, mənə aydın olmadı. Birinci dəfə eşitirsiniz bu dərs onsuzda. Bundan əvvəl eşitməmişsiniz. Ona görə nəsə aydın olmaya bilərsiniz. Bəs yaxşı, bunun həlli nə olacaq? Yəni? Bir ikisine de kapalıdır. Bir ikisine de ait olacaq da, düzdür mü? Böyle bir ikisine de ait birləşəndə getmədi arada. Olur mənfi sonsuzluqdan 4'ə. Mənfi sonsuzluqdan 4'ə qədər ədədləri.
Bir də onları birləşdirir də bir-birinə. Mənfi sonsuzluqdan 1-ə, 1-dən 4-ə, bir də 1-i deyirsənsə, elə 1-i ora qoyanda mənfi sonsuzluqdan 4-ə qədər oldu. Aydındır mı? Yəni bunun yuxarıda yazdığımızdan fərqi nədir? Qapalı olduğu üçün bu 4-də, 1-də qapalıdır. Bunlar birləşəndə elə bir ikisində də varsa, birləşəndə olur mənfi sonsuzluqdan 4-ə qədər. Hansını? Var burada işarə. Bu işarə nədir? Və 4-ü ona görə qapadıqda yuxarıdakının, bax, bundan fərqi nə oldu? Orada 4 açıq idi. Burada 4-ü qapadıq. Tək 4 yox, axı 1-də onu 0-a çevirir. Ona görə 1-də birləşdirdik ora. Aydın oldu. Onda boş çək. Xeyr. İndi bu 2 vuruq üçün idi. 3 vuruqda olsa, 4 vuruqda olsa mahiyyət dəyişməyəcək. Məsələn, bunu həll edeyim. Biz bunu həll etmək üçün hər bir vuruğu 0-a çevirən qiyməti tapırıq. Hər bir vuruğu. Üçünü də. Əvvəl oxumda bu 3 dənə nöqtəni kiçikdən böyüyə doğru qeyd edirik. 4 dənə aralıq aldıq. Burada işarə ardıcılığı pozulmayacaq. Çünki heç bir vurğunun üstündə kvadrat yoxdur. Ardıcıl olaraq sıralanıb gedəcəklər. Bir ucdan ya sağdan ya soldan başlayıb işarənin birini tapaq. Məsələn, mənə rahat olar 7-dən böyük bir ədəd qoyum. 8-i. 8-i qoysam 8 çıx 3 mənfi. 8 üstə gəl 1 müsbət. 8 çıx 7 bəli. Fikriniz buradadır. Deməli, 3-ü də müsbət olduğu üçün bu müsbət, sonra olacaq mənfi, sonra müsbət, sonra mənfi. Yəni, bir tərəfdən başladıq, dəyişə-dəyişə getdik. Çünki heç birinin üzərində kvadrat yoxdur. Aydındır mı? İndi, bizə nə lazımdır? Bunu 0-dan böyük eləyənlər. Yəni, müsbət işarə yazdığım aralıqlar. Hansı aralıqlara müsbət yazmışam? Mənfi 1-dən 3-ə və 7-dən müsbət sonsuza. Kim aydın olmazsa desin. Mehmet aydındır. Hı? Harada nə var? Müsbət sonsuzda mənfi 1 var. Bu nələrin qiymətidir? Başa düşürsən. Bura yazdığımız nədir? Bu x-in qiymətidir. Yəni, biz x-i bu aralıqdan götürəndə ifadənin qiyməti müsbət olur. Bəs bayaqdan bəri sən nəyə baxırsan qafa? Yəni biz axtarıq. Başa düşmədim. 2 dənə də olanlar, 3 dənə olanlar arasında heç bir fərq olmadı. Sadəcə aralığın sayı çoxaldı. Bəli, uşaqların əksəriyyətinin böyük problemi o olurdu ki, məsələn, bura yazmışıq ki, mənfi aralığı istəyirik. Mənfi aralığı. Və necə 3 də müsbət sonsuzluq götürmüşük. Sən yəqin bunu düşünürsən hələ. Düşünmürsən abi, bayaqdan bəri sual verməmişsən. Yəni, normalda bizim bu dərsi izah edəndə ən böyük problemimiz olurdu. Uşaq deyir ki, ay müəllim, müsbət deyirsiniz, mənfi istəyirsiniz, amma üçdə müsbət sonsuzluq yazırsınız. Bu, x-in qiymətləridir. Yəni, mən x-i bu aralıqlardan götürəndə bu ifadənin qiyməti mənfi olur. Mən x-in mənfisini axtarıram. İndi mən mənfi sonsuzda 0-a yazım da qutarsın geçsin. Yəni, bizim məsələ odur ki, əvvəldə də o cümləni işlədik. Biz axtarıq ki, x-in yerinə hansı qiymətləri verdikdə bu ifadənin qiyməti müsbət olar və ya mənfi olar. Bunu axtarıq. Aydın oldu. İndi, məsələn, yazıb ki, x kvadratı minus 3x kiçikdir 0. Bunu intervallar üsulu ilə həll eləmək üçün x-i çıxartdıq mötərizə xaricinə. Hər bir vuruğu 0-a bərabər elədik. Aldıq 2 dənə ədəd. 0 və 3. İndi 3 dənə aralıq var. Mənfi sonsuzdan 0-a, 0-dan 3-ə, 3-dən müsbət sonsuza. Məsələn, 3-dən müsbət sonsuza olan hissədən bir nöqtə götürək. 4. 4-ü yerinə qoysam müsbət, burada qoysam müsbət. Düzdür? 2 dənə müsbəti vuranda nedir müsbət? Müsbət, mənfi, müsbət. Bizə nə lazımdır?
mənfi aralıq. Yəni, x-in hansı qiymətlərində bu ifadə mənfi olar? O da hansı qiymətlərdə baş verir? Hansı aralığa mənfi işarəsi yazmışam? 0-dan 3. Yəni, mən x-in yerinə 0-dan 3-ə kimi ədədlər qoyduqda, 0-dan 3-ə qədər, bunun qiyməti mənfi olur. Aydınmı? Yəni, biz onu axtarıq ki, x-in yerinə nə qoyduqda bu ifadənin qiyməti mənfi olar. İndi, davam edək. Biz bu intervallar üsulunun köməyi ilə rasional bərabərlikləri də həll edirik. Bunlara rasional bərabərliklər deyilir. Yenə məntiq eynidir. Sürət və məxrəci sıfıra çevirən qiymətlər tapılır. Ərəd oxunub qeyd etdik. -1, 3 böldük aralıqlara. Yenə eyni cür davam edirik. 3-dən böyük bir ədəd götürdük 4-ü. Yəni mən bu tərəfdən başladım. 4-ü yerinə qoysam 4 çıx 3 müsbət, 4 üstə gəl 1 müsbət. Müsbəti müsbətə böləndə nə edir? Müsbət. Sonra olacaq mənfi, sonra olacaq müsbət. İndi bizə nə lazımdır? Bunu mənfi edin. Onda cavab nə olacaq? -1, 3 aralığı. 2 minus x bölünsün x plus 1 böyükdür 0. Həm sürəti, həm məxrəci sıfıra bərabər edirəm. Aralığı çəkdim. Qeyd edirəm. -1-i və 2-ni. Yenə deyirəm. Qoy bu dəfə də açığını yazım. Evdə baxanda yenə başa düşmək üçün. 3 aralığımız var. Mənfi sonsuzdan -1-ə, -1-dən 2-yə və 2-dən müsbət sonsuza. Bir sınaq nöqtəsi götürək. Mənfi sonsuzluq -1 aralığından bir dənə ədəd. -4. Bunu gətirib bizim ifadədə yerinə qoyanda 2 çıx -4 neçə eləyir? 6 müsbət. -4-ün üzrə bir gələndə mənfi. Müsbəti mənfiyə bölündə nə edəcək? Mənfi. Buradan bir ədəd götürək. 0. 2 çıx 0. Müsbət. 2 üstə gəl 0. Müsbət. Müsbəti müsbətə böləndə müsbət. Buradan bir aralı ədəd götürək. 3. 2 çıx 3. Mənfi. 3 üstə gəl 1. Mənfi müsbətə böləndə mənfi. İndi bizə lazım idi ki, bunu müsbət eləsin. Bunu müsbət eləyən aralıq hansı aralıqdır? -1, 2 aralığı. Aydın oldu. Yəni, o birisi həll elədiklərimizin eyni cürü sadəcə kəsirlər formasındadır. Məsələn, x plus 1 bölünsün x minus 5 böyük bərabərdir 0. Sadəcə bunlarda bir balaca diqqət eləməli olduğumuz yer var. Nə var? Burada bərabər kəsirin qiyməti nə zaman 0 olur? Sürət. Deməli, biz bu bərabərliyi görsək də x-in də içini doldura bilmərik. Yəni, məxrəcdən tapdığımızın içi boş olmalıdır. 5-in içini doldura bilmərik. -1-i doldura bilərik. Çünki kəsirin qiyməti o zaman 0 olur ki, onun sürəti 0 olsun. İndi götürük 5-dən böyük bir ədəd. 6-nı qoysaq. Nəyə başa düşməz, məndən soruş. Deməli, 6-nı götürdük. 6 üstə gəl bir müsbət, 6 çıx 5 müsbət. Müsbəti müsbətə böləndə müsbət. Mənfi müsbət gedəcək. İndi bizə nə lazımdır? Müsbət və ya 0 olan aralıq. Ona görə cavab nə olacaq? Mənfi 5 niyə? Mənfi sonsuzdan -1-ə birləşir. 5-dən müsbət sonra. Baxın, -1-in içi dolu olduğu üçün qapalı mötərizə, 5-in içi boş olduğu üçün adi mötərizə. Aydınmı? İndi davam edək. 4 böl x böyükdür 1. Bayaq F tapşırığında olan sual tipi. Bunu necə əldə edirik? Çarpaz vura bilmərik. Çünki biz x-in müsbət və ya mənfi olduğunu bilmirik. Bu tip sualları həll eləmək üçün biri keçiririk bu tərəfə və ortaq məxrəcə gətiririk. Oldu indi işlədiyimiz misallardan. Ortaq məxrəc.
İndi sürət və məxrəci sıfıra çevirən qiymətləri tapıram. Buradan 4 tapıram, oradan da 0 tapıram. Ərəd oxunda qeyd edirəm 0 və 4-ü və işarələri tapıram. 4-dən böyük bir ədəd. 5-i qoyuram yerinə. 5 çıx 4. Mənfi, məxrəcə də 5 yazmışam. Müsbəti mənfiyə bölən, mənfi müsbətə böləndə mənfi, müsbət, mənfi. İndi cavab nə olacaq? Sıfır 4 arası. Nəsə aydın olmadı. Deyin görüm nəyə başa düşmədiniz. Sıfırın için doldurmuşam. Yox. Bunun qaydası odur. İntervallar üsulunu tətbiq etmək üçün sürət və məxrəci sıfıra çevirən qiymətlər tapılır ki, ədəd oxunduğu nöqtələri qeyd edək. Əgər bərabərlik yoxdursa, ümumiyyətlə nöqtələrin içi boş olur. Kəsirli ifadədə bərabərlik varsa, o ancaq sürətdəkinin için doldura bilərsən, məxrəcdəki için doldura bilməzsən. Məsələn, bu misalda burada bərabərdir olmuş olsaydı, mən 4-ün içini dolduracaqdım. 0-ın içini doldurmayacaqdım. Çünki məxrəc 0 ola bilməz. 4-ün içini dolduracaqdım. Və cavabda 0-dan 4 olacaqdı. Aydın oldu. Yəni, bunları 0-a bərabər eləmək intervallar üsulunun qaydasıdır, gedişatıdır. Aydın mı? Nəsə yəni 0-ı? Sən soruşduğu bir də ona izah edeyim. Deməli, Ram deyirəm, estağfurullah. Şahin. Bax, eyvallah. Sürət və məxrəc. Yaxşı, bayaqdan bəri mən bunun məxrəcini niyə 5 yazdım? Bunun məxrəcindən niyə mənfi 1 yazdım? Yəni 0-a bərabər elədim. İndi bunun həm sürətini 0-a bərabər elədim, həm də məxrəcini. Qayda budur. Sürət və məxrəci 0-a bərabər edirik. 100%. Başqa kimi 0-la bağlı problem varsa desin. Bu. Siz də necə həll edərik? Nə fikriniz var bağlı? Yetdir. Tənlik olsaydı razıydım. Amma bərabərsizlikdir. Keçidirik bir tərəfə və məxrəcləri eyni olan kəsirlərin çıxılması kimi yazdım. İndi bunu intervallar üsulu ilə həll edəcəyik. Deməli, bir dəfə sürəti 0-a bərabər eləyəcəyik, x bərabər 7. Bir dəfə məxrəci 0-a bərabər eləyəcəyik. Sonra bu iki ədədi ədəd oxunda qeyd edib ayırdıq aralıqlara, yəni intervallara. Aydındır bura qədər. İndi götürük sınaq nöqtəsi. 7-dən, bu tərəfdən götürsən. Mənfi 2-ni götürdün. Bax, buradan mənfi 2-ni götürdün. Mənfi 2-ni sürətə yazsan, müsbət. Bəli, bura oldu mənfi. Müsbət, mənfi. İndi cavab hansı aralıq olacaq? Yetər soxsan. Mənfi sonsuzdan mənfi 1-ə. Müsbət sonsuzluqdan. Mənfi sonsuzluqdan mənfi 1-ə, 7-dən müsbət sonsuza. Buyur. Hələ aydındır. Buyur. Yox, ortaq mərcə gətirib eləyəsən. Bəli. Bu belə. İndi kvadrat bərabərsizliklər. Deməli, yəqin ki, hamınız orta məktəbdə parabolanı keçmişsiniz. İndi nə qədər oxumusunuz onu Allah bilir. Burada oxumamışam işte. Normalda bu mövzu, yəni kvadrat bərabərsizliklər və intervallar üsulu paraboladan sonradır. Çünki siz artıq parabolanı keçmişsiniz, amma hələ bu dərsi keçməmişsiniz. Amma bərabərsizlik bölməsi funksiyadan qabaq gəlir deyənə biz bundan danışırıq. Deməli,
kvadrat bərabərsizliklər deyəndə nə nəzərdə tutulur? Ax kvadrat üstə gəl bx plus c böyükdür 0. Ax kvadrat üstə gəl bx plus c böyük bərabər 0. Ax kvadrat üstə gəl bx plus c kiçikdir 0 və ax kvadrat üstə gəl bx plus c kiçik bərabər 0 şəklində olan bərabərsizliklərə kvadrat bərabərsizliklər deyilir. Bu kvadrat bərabərsizlikləri həll eləmək üçün bizə nə lazımdır? Bax, biz başa düşməliyik ki, y bərabərdir ax kvadratı üstə gəl bx plus c. Bu kvadratik funksiyadır və qrafiki paraboladır. Bu parabolanın a müsbət olduqda qolları yuxarı, a mənfi olduqda qolları aşağı olur. Bunu yəqin ki, bilirsiniz ən azından. İndi, bizə lazım olan odur ki, bax, biz bu bərabərsizliyi həll edəndə nə axtarırıq? Biz axtarırıq ki, x-in hansı qiymətlərində bu ifadənin qiyməti müsbət olar, nə bilim, müsbət və 0 olar, mənfi olar, mənfi və ya 0 olar. Yəni, biz x-in yerinə nə qoyanda hansı qiymətlər olur? Bu ifadənin alacağı qiyməti axtarırıq. Yəni, daha doğrusu o qiymətin işarəsini axtarırıq. Dolayısıyla da biz y-in nə aldığını axtarırıq. Yəni, x-in hansı qiymətlərində y müsbət olar, mənfi olar. Çünki y ona bərabərdir. Bunu parabola üzərindən necə müəyyən edirlər? Burada y oxunun əslində çəkilməsinə ehtiyac yoxdur. Biz bilirik ki, koordinat sistemini tanıyırıq yəqin ki, kəsişmə nöqtəsi, yəni koordinat başlanğıcdan yuxarıda y-lər müsbətdir, aşağıda y-lər mənfidir. Düzdürmü? Koordinat başlanğıcdan yuxarıda y müsbətdir, aşağıda. Bu parabola, tutaq ki, y oxunu kəsibsə, bu hissədə biz x-ə qiymət verəndə y-in qiymətləri mənfi olur. Biz bu x-ə nə versə, y mənfidir bu arada. Amma buralardan x-ə nə versək, yuxarıda olduğu üçün müsbət qiymət alır. Bəli, Şahin. Parabolanın xəbərsiz olduğunu bilindiniz o baxan kimi. Nəysə. Yəni, parabolanın x oxundan yuxarıda qaldığı hissədə funksiyanın qiymətləri müsbət olur, x oxundan aşağıda qalan hissələrində mənfi olur. İndi, buna görə də biz nəyə baxıb, nə tapırıq? Bunu izah edək. Bunları nömrəliyim 1, 2, 3, 4. Çünki hər zaman bunların özünü yazmayayım. Burada bizi müəyyən hallar maraqlandırır. Birincisi, a müsbət, diskriminant müsbətdir. Diskriminant müsbət olarsa, kvadrat tənliyin 2 kökü olduğu üçün parabola x oxu ilə 2 nöqtədə kəsişir. Bu x oxudur. Y oxunu burada çəkmirik. Ehtiyacımız yoxdur. X oxu ilə 2 nöqtədə kəsişir. X oxundan yuxarıda qalan hissələrdə, yəni köklərin sağında və solunda olan hissələrdə parabolanın qiyməti müsbət olur. Köklərin arasında qrafik x oxundan aşağı düşdüyü üçün mənfi qiymətlər alır. Başa düşdünüz nə demək istəyirəm? Yəni, onda birinci bərabərsizlikdə biz axtarırıq ki, x-in hansı qiymətlərində bu müsbət olar? Hansı qiymətlərdə müsbət olur? Köklərdən kənarda qalan hissələrdə. Yəni, mənfi sonsuzluqdan x1-ə, x2-dən müsbət sonsuzluğa. İkinci bərabərsizlikdə deyirik ki, bu nə zaman müsbət və ya 0 olar? Mənfi sonsuzluqdan x1-ə, x2-dən müsbət sonsuzluğa. Birincinin və ikincinin nə fərqi var? Bərabərdir 0 olduğu üçün həmin ədədlər daxil oldu. Üçüncüdə deyir ki, nə zaman bu mənfi qiymət alar? Köklərin arasında, x1 ilə x2-nin arasında nə zaman o mənfi və ya 0 olar? Köklər və onların arasında. İndi nə demək istədiyimi bir misalla başa salın, çox güman ki, başa düşəcəksiniz. X kvadratı minus 7x plus 12 böyükdür 0 bərabərsizliyini həll etmək istəyirəm. Bunun üçün bunun köklərini tapmalıyım. Bunun kökünü Vietnamla tapa bilərsiniz, diskriminantla tapa bilərsiniz. Heç kimə fərqi yox ki, siz onun kökünü necə tapdınız. Bunun kökləri hansı ədədlərdir? 3 ilə 4-dür. Düzdür? Bunun A-sı necədir? Neçədir? 1-dir. 1x kvadratı yazılmır da 1-dir.
A 1 olduğu üçün bunun qolları yuxarıdır. İki nöqtədə kəsir və kəsmə nöqtələrini də görmüşük. Diskriminant kökünü tapmışıqsa, yəni diskriminantla eləyə bilərik. Viyyətlə tapa bilmişiksə, deməli bunun kökü var da, diskriminantın müsbət olduğunu bilirik. Lap qoy diskriminantla göstərim ki, hər şey açıq olsun. Burada A 1-dir, yəni müsbət ədəddir. Diskriminant B kvadratı çıx 4AC düsturuna görə eləyir 49 çıxılsın 48, yəni 1. Bunun iki kökü var. Köklər 7 üstə gəl 1 bölünsün 2, 4 və 7 çıxılsın 1 bölünsün. Çıxmanı birinci yazaq, toplamanı ikinci yazaq. 4'dür. Yəni kökləri 3 və 4'dür. Köklərin kənarında bu müsbət olacaq, köklərin arasında mənfi. Yoxlaya da bilərsiniz. Məsələn, kökdən kənarda 1. 4'dən bir 5 qoyun bura görün nə olacaq. 5'i bura qoysaz. Böldüz bu. Neçələr kitabı? Hesablamadı, nə olur? Böldü 0. 2 edir. Deməli, 5'i qoyanda gördük ki, həqiqətən də müsbətdir. 1'i qoyaq. 1'in kvadratı çıxılsın 7 vur 1 üstə gəl 12. 6. Müsbət elədik. Bunların arasından bir ədəd qoyaq deyəcəm. O da 3/5 olmalı olacaq. Çünki tam ədədi yoxdur buradan ki qoydurum. 3/5'in kvadratı 12/25. 7'ni də vurduq 3/5'ə. 24/5 deyirsən. Üstə gəl 12. Neçə eləyir? -0/5. Düzdür? Mənfi oldu. Gördüyünüz kimi həqiqətən də köklərin arasında mənfi oldu. Köklərin kənarında müsbət oldu. Aydındır mı? Bəli, bizə deyir ki, bu nə zaman müsbət olar? Bizim sualın cavabı olacaq ki, x mənfi sonsuzluqdan 3'ə, 4'dən müsbət sonsuzluğa olarsa. Burada mən dəyişib bunu kiçikdir 0 yazsaydım, sualın cavabı olacaqdı. Bəli, köklərin arasında, 3 ilə 4'ün arasında. Aydın oldu. Heç anda cavab vermədim. Dəlili belə şübhəli deyirsən. Yaxşı. X kvadratı minus x plus 6 kiçik bərabər 0 bərabərsini həll etmək istəyirəm. Bunun A'sı 1'dir. Diskriminantına baxın. Mənfi 1'in kvadratı qoyulub açıq şəkildə yazın. Çıxılsın 4AC. 1 üstə gəl. Mən səhv yazdım. Buraya minus yazmaq niyyətindəydim. Elədi 25. Bu köklərdən biri 1 çıx 5 böl 2 mənfi 2. O birisi də 1 üstə gəl 5 böl 2 3. Onda bizim parabola apsisokunu 2 nöqtədə kəsdi. A'sı müsbətdir, yəni qolları da yuxarıdır. Köklərin kənarında müsbət olacaq, köklərin arasında mənfi olacaq. İndi məndən nə istəyir? Kiçik bərabər 0. Sualın cavabı nə olacaq? Bəli. Mənfi 2, 3. İkisi də qapalı olmaq şərtilə. Çünki mənfi aralıq köklərin arasıdır və həmin burada bərabərlik olduğu üçün nöqtələrin ikisi də daxil olmalıdır. Bu A'nın müsbət, diskriminantın müsbət olduğu hal. Belə bir şey deyim. Bunu AX kvadratı üstə gəl BX plus C ifadəsinin kökləri x1 və x2 olduqda onu A vurulsun x minus x1, x minus x2 şəklində vurgulara ayırmaq olur. Köklərinə görə vurgulara ayırılır. Bax, bu kvadrat üçsərlinin kökləri x1 və x2 isə onu bu şəkildə vurgulara ayırmaq olur. Məsələn, yuxarıda x kvadrat minus 7x plus 12 var idi. Kökləri nə idi? 3-dən 4. Bu elə x minus 3'dən x minus 4'ün hasilidir də. Yəni kökü olduğu halda siz bunu intervallar üsulu ilə də həll edə bilərsiniz. Fərqi yoxdur. X kvadrat minus x minus 6. Bu x minus 3 x plus 2 köklərini tapmışdıq. Mənfi 2 ilə 3 tapmışdıq da ona görə. Və siz bunu intervalla da həll eləmək üçün mənfi 2 ilə 3'ü qeyd edib bölsəz intervallara
4'ü qoyduqda müsbət, mənfi, müsbət. Yenə parabola ilə eyni şeyi görürük. Kənarlar müsbət oldu, orta mənfi oldu. Aydınmı? Əslində mənim bayaqdan bəri yuxarıda danışdığım iki vurğuluların hamısının açılışı bir kvadrat üçədli verir. Bunu açanda. Və yaxud bunu açanda. Yəni bunların hamısı bir kvadrat üçədliyə gəlib çıxır. Yəni qrafikə çevirsək parabolaya görmüş olacaq. Yəni onların hamısında məqsəd eynidir. Təbii ki, 3 dənələrdən söhbət getmir. 2 dənə vurğu olanları deyirəm. Sonra ikinci hal. A müsbətdir, amma diskriminant sıfırdır. Diskriminant sıfır olsa kvadrat dənliyin onda bu parabola apsis oxuna bir nöqtədə toxunur. Parabola dərsini, grafikini bilənlər bilir ki, bir nöqtədə toxunur. Yəni bir dənə kökü var. Buna ilə x1 deyirəm. 1 ilə 2 eyni şey dostlar. Bizdə birincide deyirdi ki, bu nə zaman müsbət olar? Bu 1, 2, 3, 4, bu bayaqkidir. Hara getdi o 1, 2, 3, 4. Bax, budur. Qoyun onu gətirin buraya yazın. Birinci deyir ki, bu nə zaman müsbət olar? Bunun cavabı nə olar? Nə zaman müsbət olur? Yox, onu demirəm. Bu şərti verəndə bunun bir dənə kökü olur. X1. Bunun müsbət olması üçün qrafik apsisoquna yuxarıda olmalıdır. Hansı hissələrdə apsisoquna yuxarıdadır? Hansı qiymətlərdə? X1-dən başqa bütün qiymətlərdə. X1-də o sıfır alır. Çünki onun köküdür. X1-dən başqa qalan qiymətlərdə müsbət alır. Deyir, nə zaman müsbət və ya sıfır olar? Yəni, bütün ədəd oxu. Düzdürmü? Üçüncüdə sual verir, nə zaman mənfi qiymət alır? Bu apsisoqun aşağı düşüb, düşmürsəksə mənfi qiymət ala biləcək ki? Yox. Deyir, nə zaman o mənfi qiymət alar və ya sıfır olar? Bəli, bir dənə x1-də orada nəyə alacaq? Sıfırı. Mənfini ala bilməyəcək. Məsələn, buna nümunə göstərim. X kvadratı minus 4x plus 4 böyükdür 0. Bunun a'sı 1, diskriminantı da 16 sıfırdır. Ümumiyyətlə, diskriminantı sıfır olan kvadrat üçədlilərin, diskriminantı sıfır olan kvadrat üçədlilərin, içəridinin tam kvadrat olduğunu demişik. Bu x-2'nin kvadratının açılışıdır da. Bunun diskriminantını hesablasanız baxın. Diskriminant mənfi 4'ün kvadratı çıxılsın 4 AC eləyir 16. Yəni 0 eləyir. Yəni bu deməkdir ki, bunun bir dənə kökü var. O da 2'dir. Bax, 2'də gəlir, apsisoquna toxunur, keçir. 2'də. Bir dənə kökü var. X1, 2 bərabər idi. Mənfi B bölünsün 2A. Bir dənə kökü var. İndi bizə də deyir ki, bu nə zaman müsbət olar? Bunun cavabı nə olacaq? 2'dən başqa bütün qiymətlərdə. 2'dən başqa x-in yerinə nə qoyursa qoyun müsbət edir. Baxın, buradan da görür səsində. İfadənin kvadratı ya sıfır olar, ya müsbət olar. Kvadrat mənfi ola bilər. X-in yerinə 2'dən başqa nə qoyursa qoyun, müsbət cavabı olacaq. 2'ni qoyanda nə alırsınız? 0. Yəni, ona görə bu bərabərsin, həlli olur bu. Amma burada bərabərlik olsaydı, yəni, onu ayrıcana yazın. Yəni, x kvadratı minus 4x plus 4 böyük bərabər 0 olsaydı, bu bizə x minus 2'nin kvadratını verdiyi üçün, yəni, bunun həlli olacaqdır, mənfi sonsuzluq, müsbət sonsuzluq. Amma x kvadratı minus 4x plus 4 kiçikdir 0 olsaydı, bu x minus 2'nin kvadratıdır. Bu mənfi ola bilər, boş çoxluq. Bu olsaydı, bir dənə 2. Çünki 2'dən başqa heç də bunu ödəmir. Bir dənə 2'ni qoyanda nə olur? 0 olur. 0'a bərabərlik ödənir. Amma neynəsək də bu mənfi ola bilməz. Aydındır mı? Və üçüncü hal. Üçüncü hal, A'nın müsbət diskriminant mənfi olmalı. Diskriminant mənfi olanda kvadrat tənliyin həqiqi kökü olmadığı üçün
parabola x oğunu kəsmir. Kəsmirsə yuxarıda qalır da. Yuxarıda qalırsa nə baş verir? Yalnız müsbət qiymətlər alır. Yuxarıda qalıbsa, yalnız müsbət qiymətlər alır. Nə sıfır almır, nə də mənfi almır. Ancaq müsbət qiymətlər alır. Onda birinci və ikinci bərabərsizliyin həlli olur mənfi sonsuzluqdan müsbət sonsuzluq. Çünki birinci və ikinci bizdən soruşur ki, bu nə vaxt müsbət olar və ya sıfır olar? Sıfır ola bilməz. Amma həmişə müsbət olacaq. Üçüncü və dördüncünün həlli nə olacaq? Yəni, boş çoxluq olacaq. Çünki o heç vaxt mənfi olmayacaq. Həmişə müsbət olan bir şey heç vaxt mənfi ola bilməz. Aydındır mı? Məsələn, x kvadratı minus x plus 6 böyüdür 0-ı həll eləmək istəyirəm. Baxıram ki, a-sı 1-dir. Yəni, müsbət ədəddir. Diskriminant mənfidir. Nətər 3-lə mənfi 2? Buranda mənfi 6 ilə 3-lə mənfi 2-dir. Amma burada müsbət 6-dır. B kvadratı çıxılsın 4ac. Elədir. 1 çıxılsın 24 mənfi 23. Düzdürmü? Bu deməkdir ki, mənim parabolam x oxu ilə kəsişməyəcək. X oxu ilə kəsişmədiyi üçün də ancaq yuxarıda qalır. Ancaq yuxarıda qalırsa, ancaq müsbət qiymətlər alır. Ona görə bu bərabərsizliyin həlli olur mənfi sonsuzluq, müsbət sonsuzluq. Amma tutaq ki, belə olsaydı, kiçikdir 0. Bu zaman cavab olacaqdı boş çoxluq. Çünki bu x-in yerinə nə qoyursansa qoy müsbət qiymət alır. Ürəyinizdən keçən istənilən ədədi qoyub yoxlaya bilərsiniz. Bəlkə fikrinizdə hansısa bir ədəd var, şübhə edirsiniz ki, bunu qoyanda mənfi eləyər, yoxlaya bilərsiniz. Amma bunun səbəbi paraboladır. Parabola x oxunu kəsməyib, ondan yuxarıda yerləşirsə, həmişə müsbət qiymət alır. Həmişə müsbət qiymət aldığı üçün də heç vaxt mənfi qiymət almır. Aydın mı? Bu da belə. Kimisə sualı?